Artıq çəkili xəstələr KT və MRT üçün zooparka göndərilir. Bəzi ölkələrdə həddən artıq çəkisi olan pasiyentlər standart xəstəxana avadanlıqlarının texniki imkanları səbəbindən KT və MRT müayinələrini adi tibb müəssisələrində etdirə bilmirlər. Mütəxəssislərin bildirdiyinə görə peşəkar tibbi görüntüləmə cihazlarının əksəriyyəti 450-650 funt, yəni təxminən 200-295 kiloqram çəkiyə qədər nəzərdə tutulub. Bu həddi aşan xəstələr isə bəzən zooparklarda və ya baytarlıq klinikalarından istifadə olunan iri heyvanlar üçün dizayn edilmiş avadanlıqlara yönləndirilir. Texniki baxımdan bu yanaşma tibbi ehtiyacı qarşılasa da, bir çox pasiyent üçün psixoloji baxımdan ağır nəticələr doğurur. Xəstələr bu təcrübəni motivasiya edici deyil, alçaldıcı və damalayıcı hesab edirlər. Səhiyyə üzrə ekspertlər vurğulayır ki, məsələ fərdi uğursuzluq deyil. Səhiyyə sistemində mövcud olan ciddi xidmət boşluğunu üzə çıxarır. Onların fikrincə artan piylənmə göstəriciləri fonunda xəstəxanaların texniki imkanları yenilənməli və bütün pasiyentlər üçün bərabər tibbi çıxış təmin edilməlidir.